Salam, Materyal kanalındasınız. Bu videoda 20 sınavdakı bütün natural ədəd suallarını izah edəcəm. Təbii ki, buraxılışda 11-ci sinif üçün. Ə, Uzatmadan keçək ilk suala. Bəyəndisə like atmağı və şərh atmağı unutmayın. Keçək. Nə deyir? Deyir ki, birinci sualda deyir A, 4, 3, B ədədi, bu 4 rəqəmli bir ədəddir, 45-ə bölünür. Okay. A və B-nin bütün mümkün qiymətlərinin cəmini tapın. İlk öncə 45-ə bölünmə əlamətini tapmalıyıq və deyə bilərsiniz ki, 45-ə bölünmə əlaməti mən heç bir kitabda oxumamışam və sən də mövzuatında deməmişdin və heç bir müəllimdə mövzuatında yoxdur. Nə qarşı? Baxın, 45 nə deməkdir ümumiyyətlə? 9 vurulsun 5 deməkdir. Ümumiyyətlə belə bir ədəd görəndə, məsələn 45-ni, nə bilim 99-dur, bu tip ədədlər görəndə 99 indi qəribə olar biraz. Bu tip ədədlər görəndə bunları 2 dənə bölünmə əlaməti çox bariz olan ədəd kimi göstərə bilərsiniz. Okay? Məsələn də 45-i eyni zamanda 3 vurulsun 15 kimi göstərə bilərsiniz. Amma 15-in bölünmə əlamətin yəni hardan tapasınız? Bir dənə 3-ünü tapa bilərsiniz və bir dənə 3 də kifayət deyil. Amma görürsən 45-in 9 və 5 kimi ayırsam əgər mən, ki 18 deyil ayırırıq da, 18 nətə ayırırıq? 9 vurulsun 2 kimi ayırırıq. Niyə görə 6 vurulsun 3 kimi ayırmırıq? Bax 9 vurulsun 2-dir, 2-ə bölünmə əlamətini bilirsən, 9-a bölünmə əlamətini çox rahat bilirsən. 3-ə bilirsən, amma 6-ya 2 dənədir. Artıq 3 dənəsinə getmiş olursan və bu da mürəkkəb olduğu üçün bu tip şeylərə baş vurmuruq biz. Başa düşdünüz? Yəni olay orada nədir? Olay 45-i 9 vurulsun 5 kimi göstərə bilməkdədir. Və belə deyim, 45 verməsə başqa bir ədəd versə də artıq belə yazmağı öyrənin. Okay, 9-a bölünmə əlaməti nədir? Rəqəmlərinin cəmi 9-a bölünməlidir. 5-ə bölünmə əlaməti nədir? Sonu 0 ya da 5 olmalıdır. Hə, indi nədir? Bax, nədir? A, 4, 3, B ədədidir. Aydındır ki, bunun sonu nədir? B-dir də. B nə olmalıdır? 5-ə də bölünməlidir. Eyni zamanda həm 5-ə həm 9-a bölünməlidir də. Okay. Ya 0 olmalıdır, ya 5 olmalıdır. Bax, indi deyir ki, A ədəd, A və B ədəd bütün mümkün qiymətlərinin cəmi. Deməli ki, bir qiyməti yoxdur. Həm bunda, həm də bundakı qiymətlərinə baxacağıq biz, okay? 9-a bölünməlidir də bu. A üstünə gəlsin 4, üstünə gəlsin 3, üstünə gəlsin B-nin deyək ki, 0 qiymətini götürürəm mən, 0. Deyək ki, 0 5-ə bölünür də. Bu 9-a bölünməlidir ki, bu ədəd 45-ə bölünsün. 9-a bölünməsi üçün nədir bu? 7, üstünə gəlsin A, bölünsün 9. 9-a bölünməsi üçün bura nə olmalıdır? Bura bir dənə 9 ola bilər də. 9-dan sonra nə olar? 18 olur. 18 olmaz axı. Bax, A da, B də rəqəmdir. Rəqəm. Və rəqəmin tərəfi milyon dəfə vermişəm. 1-dən 0-dan 9-a qədər olan ədəd rəqəmlərin hamısı, bax, buradakı natural ədədlər hamısı rəqəmlərdir. Okay? Yəni 11, 18 falan olmaz. İndi deyək ki, bu 9-a çatdırmaq üçün A-ya 2 verə bilərəm də. Yəni B 0 olanda 9-a çatdırmaq üçün A-ya 2 verdim. Hə? Bəs A-ya 18-ə çatdırmaq üçün nə verirəm? İndi deyək ki, 9-a çatdırım, 18-ə çatdırmaq istəyirəm. 11 verməliyəm də A-ya. Çünki 7 üstünə gələn 18, 11 edir. A da 11 olmaz axı, dedim A rəqəmdir. Onun üçün bu qədər. A-nın bu qiymətinə. Yaxşı, 0-a baxdım. B-ni 0 aldığı halda A nə oldu? 2 aldı. İndi B-nin 5 olduğu hala baxım. Nətər baxıram? A, bax A, bura 5 qoyuram da. A üstünə gəlsin 4, üstünə gəlsin 3, üstünə gəlsin 5, bölünsün 9 olmalıdır, aydındır ki. Burada nə olacaq? A üstünə gəlsin 7, üstünə gəlsin 5. Yəni 12 üstünə gəlsin A bölünsün 9. İndi burada aydındır ki, 9 yox, 18 olmalıdır da yuxarının 9-a bölünməsi üçün. 9-a bölünməlidir axı. A burada nə olar bəs? 6 olar. B-nin 5 olduğu halda A nə olacaq? 6 olacaq. Okay? Bunu başa düşdünüz? Yəni, hə deyək ki, 27-yə çatdırmaq istəyirəm. 27-yə çatdırmaq üçün bu nə olmalıdır? 15 olmalıdır. A 15 olmaz axı. A nə ola bilərdi? 1-lə 9, 0-la 9 arasında hər hansı bir rəqəm. Hə, tapdıq. Yəni B-nin 5 olduğu halda da A 6 tapdıq. İndi deyir ki, bütün A və B-nin bütün hallarını, yəni bunun cəmini tap deyir. Yəni 2 üstünə gəlsin 0, üstünə gəlsin 6, üstünə gəlsin 5 nə edir? 11 üstünə 2 gəldim. Elədi 13. Cavab nə oldu? B variantı. Qəşəng sual idi məncə. Baxaq ikinci suala. Deyir ki, baxın, 12400 nə qədər? Yəni x, y, 5 rəqəmli bir ədədi var. 75-ə tam bölünür deyir. Bayaq 45 idi, bu da 75-dir. X və y cəmini tapın deyir. Baxın, 75-dir, 45 nə bilim, odur, budur. Bu tip rəqəmlərdə, belə mürəkkəb rəqəmlərdə, bunların bölənləri arasında elə ədədlər tapmalısınız ki, bölünmə əlaməti çox bariz görünsün və onun üstünə gedir. Məsələn deyirəm, 75-i 5 vursa 15 kimi göstərə bilərsən. 5-ə bölünmə əlamətini bilirsən. Amma 15-ə bölünmə əlamətini bilmirsən. Yəni konkret olaraq bu bariz görünmür sənə. Başqa şey yoxla. 75, 75-i nə kimi göstərə bilərsən? 3 vurursa 25 kimi göstərə bilərsən. Hə? 3-ün bölünmə əlamətini bilirsən, rəqəmlərin cəmi 3-ə bölünməlidir. 25-in də bölünmə əlamətini bilirsən. Son rəqəmi. Son rəqəmi nə olmalıdır? Yəni x, y, əgər bu 25-ə bölünürsə, ya 0-0-dan bitməlidir, ya 25-lə bitməlidir, ya 75-lə bitməlidir, ya da ki 50 ilə bitməlidir. Okay? Bunlardan biri də bitməlidir ki, bu 25-ə bölünsün. Başqa heç bir halda bu ədəd 25-ə bölünmür. Okay? Baxaq.
İndi baxın, elə bir hal olacaq ki, gətirib bax bu 124 x-in yerinə bu 4 rəqəmdən birini qoyacam. Hə? Və eyni zamanda bunların rəqəmlərin cəmi 3-ə bölünəcək. Bu o deməkdir ki, 75-ə bölün. Yəni bu ədədin 75-ə bölünməsi üçün iki halda ödəməlidir. Həm 3-ə bölünməli əməllər, həm 25-ə bölünməli əməllər, hə? İndi birinci hala baxaq. Məsələn, bu birinci hal, bu ikinci hal, bu üçüncü hal, bu da ki dördüncü hal. Birinci hala baxaq. Birinci halda da rəqəm nətər olur? 124, 0, 0 olur da. Buna qoydum bax x, y yenə. Bu x də bu y-dir. İndi bunun rəqəmlərin cəmi əgər 3-ə bölünürsə, həm 25-ə bölünmüş olur, həm 3-ə bölünmüş olur. Eyni zamanda bu o deməkdir ki, bu 75-ə də bölünür, okey? İndi 100 1 plus 2 plus 4 plus 0 nə eləyir ümumiyyətlə? Bu eləyir 7. 7 3-ə bölünür, bölünmür. Deməli birinci hal ümumiyyətlə keçərli deyil. İkinci hala baxaq. İkinci hal nə olacaq? 124, 25, hə? Bu rəqəmlərin cəminə baxaq. Bu 7 eləyir. 7 üstə 7 gələn nə edir? 14 eləyir. 14 3-ə bölünür ümumiyyətlə, bölünmür. Deməli bu da səhvdir. Üçüncü hala baxaq. Üçüncü halda 124, 50. Olsa 70 fərqi yoxdur, 75 olsun. 75. Nə olacaq? Bax, 120 bu 7, 7 üstə 12 gələndə nə eləyir? 19, 19 3-ə bölünür, bölünmür. Dördüncü hala baxaq. 124, 50. Bu eləyir 7, 7 üstə 5 gəldim. 12, 12 üstə 0 gəldim, 0. Yəni 12, 12-ni 12 3-ə bölünürmü? Bölünür. Deməli düzgün variantımız nə oldu? Üçüncü variant oldu. Həm 3-ə bölündü, həm 25-ə bölündü. Okay? Deməli cavabımız nə oldu? 12. Yəni x, y-imiz nə oldu? Yox, x 12 olmadı. Düzgün variantımız bu ədəd oldu. Bax 124.050 ədəd oldu. 100, yox, 12.450 ədəd oldu. Bunun son rəqəm nədir? 50. Yəni x, y nəyə bərabər oldu? 50-yə bərabər oldu. X nədir? 5-dir. Y nədir? 0-dır. 5 üstə 0 gəndə nə eləyir? Bax cəmi soruşaq bizdən. 0 gəndə nə eləyir? 5. Cavabımız nə oldu? A variantı. Bax bu suala deyir ki, A plus B 288-dir. Əbob AB 36 şərtini ödəyən neçə AB natural ədəd cütlüyü var? Baxın, belə bir şey var burada. Deyir ki, A plus B nəyə bərabərdir? 288-ə bərabərdir. Və mən eyni zamanda əbobun qaydasını bilirəm ki, A burada 36K-ya bərabərdir. Yəni, belə deyim də, A burada nəyə bərabərdir? 36K-ya. B bəs burada nəyə bərabərdir? 36T-yə bərabərdir. Və bu arada bir şey bilmək lazımdır ki, K ilə T nədir? Qarşılıqlı sadədir. Qarşılıqlı sadə. Bax, bunlar nədir? Qarşılıqlı sadə. Niyə görə qarşılıqlı sadədir? Çünki bax 36K ilə 36T-nin əbobunu tapanda, əgər bunlar qarşılıqlı sadə olmasa, əboblar. Çünki 30 əbobda ortaq çıxır da. Burada ortaq nə çıxacaq? 36 çıxacaq. Qalacaq nə? Əbob. K və T. Bu K və T 36 olmalıdır. Yəni əboblar bunlar qarşılıqlı sadə olmalıdır ki, K ilə T. Bu qarşılıqlı sadədən əbob nədir? 1-dir. Bu 1 olsun. 1-i də 36-ya vuranda nə olsun? 36 olsun da. Okay? Yəni onun üçün K və T-nin qarşılıqlı sadə ədəd olduğunu bilin. Həmişə bilin bunu. Bu yəni və əbobda da bu əvəzləmə eləməyi bacarın. Deyim. Başlayaq. Şərtini ödəyən neçə AB natural ədədi var? Bax, 36K bunu tapırsan, 36T bunu tapırsan. Gətir qoy yerinə buradakı cəmdə. 36K üstə gəlsin 36T nəyə bərabərdir? 288-ə. 36-nı çölə çıxarda bilərsən təbii ki. Burada K üstə gəlsin T qalacaq. Nəyə bərabərdir? 288-ə bərabərdir. 36-la, yəni K üstə gəlsin T nəyə bərabərdir? Mən biləm burada 9 eləyəcək. 9 yox, 8 eləyəcək, 8. 8. K plus T 8-ə bərabərdir. İndi deyir ki, şərtini ödəyən neçə AB natural ədəd? Bu K ilə T qarşılıq sadədir. Ümumiyyətlə, bu 7 olar, bu 1 olar. Bu 6 olar, bu 2 olar. Bu nə olar? 5 olar, bu 3 olar. Bu 4 olar, bu 4 olar. Ardından belə-belə gedər. Yəni cütlük dəyişmir də. Okay? Çünki bu ardından bu 6 olacaq, bu 5 olacaq, bu 3 olacaq. Sonra bu 6 olacaq, bu 2 olacaq. Amma eyni şeydə, yəni cütlük olaraq dəyişmir. Okay? Burada neçə də bax, amma K ilə T dedim axı qarşılıqlı sadədir. Və mən burada qarşılıqlı sadədir. 6 ilə 2 qarşılıqlı sadədir. Yox. Qarşılıqlı sadə deyil. Qarşılıqlı sadə nədir? 1-dən başqa heç bir ortaq böləni yoxdur. Bu 2-yə də bölünür, bu da 2-yə bölünür. Elə şey olur. Bu qarşılıqlı sadə hə, 5 ilə 3 qarşılıqlı sadədir. Və 5 ilə 3 kombinasiyamız var. Sonra 4 ilə 4 qarşılıqlı sadədir? Yox. Həm 1 həm 4-ə bölünürlər. Bu getdi. 7 ilə 1 qarşılıqlı sadə. Bir ümumiyyətlə hamısı ilə qarşılıqlı sadədir. Bütün rəqəmlərlə qarşılıqlı sadədir. Başqa nə hal var? Yoxdur. 4 halımız var idi. 4-ündən sadəcə ikisi. Yəni neçə natural ədəd cütü var deyirsə, 2 dənə cüt var burada. 2 cüt. D variantı. Bu suala deyir ki, A ədədinin rəqəmləri cəmi 31-dir. Yəni A ədəddir. Deyək ki, ədəd neçə rəqəmdir falan heç nə bilmirəm. Amma rəqəmlərin cəmi onu bilirəm ki, 31-dir. Hə. B ədədinin rəqəmləri cəmi nədir? 48-dir. B ədədinin rəqəmləri cəmi 48-dir. Olarsa 5A üstünə gəlsin 7B ədədinin 9-a bölünməsindən alınan qalıq.
Okay. Baxın. Əgər bu ədədin 9-a bölünməsinə alınan qalığı və bu ədədin 9-a bölünməsinə alınan qalığı tapsam və bu qalıqları cəmləsəm, ardından yekun qalığı təzədən 9-a bölüb qalığı tapsam cavabı tapmış olaram. Bax bu qalıq məsələləri həmişə eyni tiplə gedir, eyni fəlsəfə ilə gedir. Hamısında ayrı-ayrı qalığı tapıb, böl deyirsə bölməlisən, vur deyirsə vurmalısan, çıx deyirsə çıxmalısan. Yekunda tapdığın qalığı bir də istədiyi ədədə bölməlisən, okey? Vurmada da belə idi. O birisi videolara baxmısınızsa görərsiniz. Bu arada o təkrar sualında da var idi belə bir şey. Okey? Onun üçün deyir ki, bax 5 vurulsun nə? A-na qalıq kimi bax konkret. Yəni A-ya bir rəqəm kimi yox. Mən vecimə deyir A nədir? A-ya mən qalıq kimi baxıram. Çünki 9-a bölünən məlumat nədir? Rəqəmlərin cəmi. Bizə rəqəmlərin cəmi verib. Södə mən maraqlı deyil o rəqəm nədir? Rəqəmlərin cəmi veribsə, mən 9 üçündə bunu hesablamaq tələb olunursa, mən başqa şey lazım deyil. Elə 31-i yazıram bura. Okay? Qalıqla işləyirəm. 31. Üstünə gəlsin nə? Bax, üstünə gəlsin nə? 7B. 7B nədir? B-yə 48 kimi baxıram. Okay? 48. Niyə deyirəm? Maraqlı deyil rəqəm neçədir? Rəqəmlərin cəmi maraqlıdır mənə. Rəqəm neçədir? Onda 9 verməzdi burada. 3 versək də eyni şey eləyəcəkdim. Çünki mənə rəqəmlərin cəmi lazımdır. Deyir ki, bunun 9-a bölünməsinə alınan qalıq tap. Bax, bunun 9-a bölünməsinə alınan qalıq tapmaq lazımdır. İki versiyanız var. Ya 31-in 9-a bölünməsinə alınan qalığı tapıb vurasınız, ya da ki, ümumi vurasınız bunu. Okay? Yaxşı, vuraq ümumi. 5-i 31-ə vuranda nə eləyir? 155 eləyir. 155-i 9-a böləndə nə eləyəcək? Eləyəcək 155-i 9-a böləndə bir dəqiqə. Bir dəfə burada 9, 65, 7, 63, 2. Burada 2 qalıq qaldı, hə? Bax, burada 2 qalıq qaldı. 2 qalıq. Buradan qaldı 2 qalıq. Hə, bu çıxdı. 7 vurulsun 48, 7 vurulsun 48. 7-ni 48-ə vuran nə edir? 6, 5, 28, 20, 33, 336 edir də. 336 bölünsün nə? 9. Çünki bunu da ayrıca 9-a bölməliyəm. Bu həmin bu ədədi 9-a bölüb qalığı tapmalıyam. 9-a bölürəm neçə dəfə? 33-də 3 dəfə, 27, 66-da 7 dəfə, 63, 3 dəfə. Burada da qalıq nə qaldı? 3 qaldı. Burada qalıq da qalmışdı, 2 qalmışdı. 3 qaldı. Hə, 5. 5 konkret. 5-i 9-a böləndə qalıq nə olacaq? Yəni bu aydın ki, burada 0 olacaq, qalıq nə olacaq? 5 qalacaq. Cavabımız nə olacaq? 5 olacaq. Bu qədər bəsit. Yenə deyirəm, baxın. Bu tip suallarda qalıq falan istəyirsə, siz qalıqla işləyin həmişə. İstəyirsiniz, bax 31-i bəri başdan 9-a bölə bilərsiniz. Nəsə 4 qalıq qalacaq idi. 48-i 9-a bölərdiniz. Qalıq nə qalacaq idi? 3 qalıq qalacaq idi, hə? İndi 4-ü vuracaqdınız 3-ə 20. Bunu 3-ü vuracaqdınız buna 21. Hə? Sonra 41-i böləcəydiniz 9-a. Nə qalıq qalacaq idi? 41-i 9-a böləndə 36. 36-dan, yəni bura 4 dəfə, 36, 36 5 qalıq qalacaq. Baxın gördünüz yenə 5 qalıq qalacaq idi. Fərqi yoxdur. Sadəcə qalıqla işləməyi bilin. Baxaq bu suala. Deyir ki, ABC ədədinin rəqəmləri üçün A vurulsun M nəyə bərabərdir? 15-ə bərabərdir. B vurulsun M nəyə bərabərdir? 10-a bərabərdir. C vurulsun M nəyə bərabərdir? 20-yə bərabərdir. Hə. Deyir ki, M vurulsun A plus B plus C-ni tap. Bax. Burada ortaq vuruq tapmalıyam mən bu 15 üçündə, 10 üçündə, 20 üçündə. Çünki bunların üçündə də M ortaqdır. M bu arada bunların hamısı natural. Yəni ABC-nin natural ədəd olduğunu və rəqəm olduğunu bilirsən sən. Rəqəm aydın ki, naturala vuranda natural eləyəcək. Başa düşürsən? Yəni M-in də mən burdan natural ədədləri daxil olduğunu görürəm. Okay? Yazmasa belə görürəm. Başa düşdünüz? Çünki ABC-nin mən natural olduğunu görürəm. 3 rəqəmli bir ədəddir bu. Naturaldır. Aydın ki, naturala vuranda natural eləyəcək. Başa düşdünüz? Bu üçüncüsündə eyni şey keçərlidir bu arada. Və mən əgər kör deyəmsə, M-in buradan 5 olduğunu görürəm də çox bəsit. Yəni 15-in də içində 5 var. Onun da içində 5 var. 20-in içində 5 var. Yəni bunlar ortaq vuruğu, bir dənə 5-dir. Yəni düzdür, 1 də var. Başqa bir şey də yoxdur mən bilən. Bir dənə 5-dir. Ortaq üçün 5-dir. Yəni A vurulsun M bərabər M nədir? 5-dir. A vurulsun 5 nədir? 10-dur. M bəs nədir burada? 2-dir. A burada 2-dir. Çaşıram. Bax, ya konkret də A burada 2-dir. B nədir burada? 3-dür. Çünki 5-ə vururam. Yəni yox, A 3-dür. Çaşdım. A burada 3-dür. Hə? Çünki nədir? A-nı 5-ə vurmuşam, 15 tapmışam, deməli A 3-dür. B nədir? 2-dir. Və C nədir? 4-dür. Okay?
Yəni belə deyim, sürətli, eləmiş kimi görsənə bilərəm, amma dediyim kimi, baxın burdan biz m-in 5 olduğunu görürük. Niyə görürük? Çünki 15 üçün də, 10 üçün də, 20 üçün də ortaq ədəd bir dənə 5-dir. Yaxşı, deyərsən ki, niyə görə ortaq ədəd heç istəyirsən? Çünki burada üçündə də ortaq bir ədəd var. Bu m-i tapmalıyam mən. Okay? Ortaq ədədin, yəni m-in mən burada 5 olduğunu görürəm. Okay? En 5-də gətirib yerinə qoyuram. A-nı burada tapıram 3, çünki 5-i 3-ə vuranda 15 eləyir. Sonra 5-i 2-yə vuranda 10 eləyir. 5-i 4-ə vuranda 20 eləyir. Yəni S-nin də 4 belə olduğunu gördüm. İndi nə deyir? Deyir m-i vur, yəni 5-i vur. Nəyə? 2 üstə gəlsin, 4 üstə gəlsin 3-ə, yəni 7 9-a. Nə eləyir? 45 eləyir də cavab. Cavab edir 45 konkret. Valla deyir ki, 2 rəqəmli ədədi. Onun rəqəmləri cəminə böldükdə natamın qisməti 6, qalıqda 3 alınır. Bax, 2 rəqəmli ədədin nətər yazılmalı olduğunu bilirəm də mən. Okay? Yəni 2 rəqəmli ədəd nədir? A, B ədəddir deyək ki, bunu nəyə böləndə? Bunun rəqəmləri cəminə bölündür. Rəqəmləri cəmi nədir? Bax, bir rəqəm budur, bir rəqəm də budur. Yəni nə? Yəni A plus B-yə böləndə natamın qismətdə 6, qalıqda nə alınır? 3 alınır. Hə. Mən bunu çevirməyi bilirdim də. Yəni buradakı A plus, yəni AB nəyə bərabər idi? Bu bərabər idi. Bu vurulsun bu, üstünə gəlsin bu. Yəni 6 A plus B üstünə gəlsin də qalıq 3. İndi bunu açım. Bunu açmağı bilirdim mən. 10A üstünə gəlsin B bərabərdir. Bunu vur aç. 6A üstünə gəlsin 6B üstünə gəlsin də 3. Bu hələlik qalsın belə. Çünki bizim başqa işlərimiz də var. Başqa işimiz nədir? Çünki şərti biz yarısına qədər oxumuşduq. Qalan yarısını oxuyaq. Deyir ki, rəqəmləri hasilinə böldükdə isə bax bu ədədi, yəni həmin ədədi, rəqəmlər cəminə bölündü bu alınırdı. Hasilinə böləndə isə bax AB-yə. Hasilinə böldükdə isə qismətdə 2, qalıqda nə alınır? 5 alınır. Qalıqda 5 alınır. İndi yenə eyni şey eləyirəm. Bunu tapmaq üçün, yəni AB-ni tapmaq üçün nə qalıram? Bunu buna vururam, üstünə bunu gəlirəm. Yəni 2AB üstünə gəlsin də 5. Hə. İndi mən təzədən bunu açım istəyirsiniz. 10A üstünə gəlsin B bərabərdir 2AB plus 5. Hə. İndi bir şey bilməliyəm. Nə burada, nə də burada. Əgər bir tənlikdə, ümumiyyətlə əlavə bir qayda deyirəm. Bir tənlikdə əgər bir bərabərlik varsa, bu tənliyi həll eləmək üçün bizim bir dəyişənimiz olmalı. Dəyişən nədir? X-dir, Y-dir, nə bilim, A-dır, B-dir, Z-dir. Bilinməyən bir şey, bilinməyən. Okay, bu A-nı da bilmirəm, B-ni də bilmirəm. Yəni bir bərabərlik varsa maksimum bir dənə dəyişən ola bilər. Əgər 2 dənə dəyişən varsa burada və bir bərabərlik varsa biz bunu həll eləyə bilmərik. Okay? Və bu tip şey görəndə əvəzləməyə gedin. Yəni elə eləyin ki, bu AB-ni bir cinsdən yaza biləsiniz. Yəni bir türdən yaza biləsiniz. A-nı B-ilə əvəz edəsiniz, B-ni A-la əvəz edəsiniz. Görürsünüz ki, burada əvəz etmək çətindir. Keçək bura. Görək burada bir-biri ilə nətər əvəz edə bilərik. Əvəz edəcək görərsiniz nə demək istədiyimi. Bax 6A-nı bu tərəfə ataq, B-ni bu tərəfə ataq. 10A-dan 6-a çıxanda 4A. Hə, bərabərdir nəyə? 6B-dən B çıxanda 5B. Üstə gəlsin də 3. Bəs burada A nəyə bərabər? Çünki bax niyə deyirəm? A-nı tək qoyuram. A-nı B ilə ifadə eləyəcəm burada, okey? Yəni gətirib burada qoyacam ki, bir bərabərliyə bir dəyişənim düşsün. Okay? 5B üstünə gəlsin 3 bölünsün nəyə? 4-ə. Hə. İndi gətirib burada yerinə qoyum, burada yerinə qoyum. Hə? Çünki burada yerinə qoymağın mənası olmayacaq. Yəni zaten bununla gətirmişəm mən eyni şey. Eyni şey alınacaq da başa düşdünüz? Gətirib qoyum 10, 10. Vurulsun A. A nədir? 5B plus 3 bölünsün 4, hə? Üstünə gəlsinlər B, hə? Bərabər 2 vurulsun. A-mız nədir? 5B plus 3 böl 4 vurulsun nə? B, üstünə gəlsinlər 5. Hə? Gətirin burada həll edeyim bunu. Bax bununla bu gedəcək aydındır ki, burada yəni 2-yə bölüm daha doğrusu. 2-yə böldüm 2, 2-yə böldüm 5, hə? Vurdum. 5 bunu belə mötərizədə vur. Bir dəfə buna vur, bir dəfə də buna vur. Yəni 25B 25B üstünə gəlsinlər 15 bölünsün 2 bölünsün 2. Üstünə gəlsin 2B kimi yazım da. 2B kimi yaza bilərəm mən bunu. Çünki niyə görə? Buradakı əgər ayrılıqda yazsam 2-lər getsə B qalacaq da. B-yə daha rahatdır. Görərsiniz. Burada ayrıca bunu ixtisara aparsam burada 2 qalacaq. Hə? 2 2. Bir də bunu içəri vurun. Birbaşa eləyirəm çünki bu bəsit bir şeydir əslində. B-ni 5B-ni B-yə vuran nə edir? 5B kvadratı, 5B kvadratı, hə? Üstünə gəlsin 3B, bölünsün nə? 2, üstünə gəlsin 10. 10 yazıram. Niyə görə? Bu 5-i yazıram. Birbaşa 10 kimi yazıram da. Başa düşürsünüz? Çünki 10-u 2-yə böləndə nə eləyir? 10-u 2-yə böləndə eləyir 5. Okay? Bu donma var biraz. Nəysə. Buradakı ikiləri birbaşa ixtisara apara bilərəm. Eyni yerdə olanda, hə? Artıq görürsən, burada nə oldu? Burada artıq mən təlini qurdum. Qura bildim. Nətər qururam? Bax.
25b üstə gəlsin 15, üstünə gəlsin 2b bərabərdir 5b kvadratı, üstünə gəlsin nə? 3b də 3b, üstünə gəlsin nə? 10. Hə, belə idi. İndi kvadrat tənliyi olur. Bax görürsən, bir dənə dəyişənimiz b var, bir dənə bərabərliyimiz var. Deməli biz bu tənliyi həll edə bilərik. Amma hər şey ataq o tərəfə kvadrat tənliyi həll eləmə. Bax, bunu da at, bunu da at, bunu da at. Nə olur? 5b kvadratı, hə? 3b-dən nə çıxıram? 25b, bu da ki 2b, 27b çıxıram. Nə olur? Çıxılsın 24b, sonra çıxılsın 5. Bərabər nəyə? 0-a. Bunu vuruqlarına ayırmağa çalışaq, çünki diskriminantla çox böyük gedir. Diskriminant nədir? B kvadratı çıxsın 4AC idi. 24-ün kvadratı çıxılsın 4AC, yəni 100 falan, o çox gedəcək. Onun üçün bunu nətər şəkil? 5B-nin B şəklində yaza bilərik. Bunu 5-in 1-ə şəklində yaza bilərik. Belə deyim, 5-i bura yazıb 1-i bura yazsaq, amma mənfisi burada olacaq da. Mənfisi burada olmalıdır mütləq. Baxın, nə deyirəm? Bunu şeydə vuruqlar bir məhsul tənliklərdə deyəcəm. Bu izahı verəcəm çarpazlama üsulunu. Amma siz belə bilin ki, çünki bu sual biraz ağır sualdır, həqiqətən də ağır. Çünki vaxt alacaq sualda. Belə deyim. Artıq 5 dəqiqə 30 saniyədir sualın izahı. Buradakı 5b kvadratını 2 vuruq halını da burada göstərməlisən. Buradakı -5 2 vuruq halını da burada göstərməlisən. Bunu buna vuran və elə kombinasiya eləməlisən ki, bunu buna vurub, bunu buna vurub toplayanda ortadakı alınmalıdır. Başa düşdün? Bu ayın nümunələr göstərəcəm bir məhsul tənliyidir. Hələlik bilin. Bax 25 5b-ni -5b-yə vuranda, -5-ə vuranda, -5-ə vuranda eləyir nə? -25, hə, b. Üstünə gəlsin nə? Üstünə gəlsin b. Nə edir? -24b elədi. Düzdür də? -24b elədi. Deməli bu düzdür. Deməli bu bunu qarşısındakına, bunu qarşısındakına eşitləşdir. 5b plus 1, hə, b çıx 5 nəyə bərabərdir? 0-a bərabərdir. İndi bu da 0-a bərabərdir, bu da 0-a bərabərdir. Aydındır ki, b bir dəfə 5 olur, b bir dəfə nə olur? Bir dəfə olur 0,2 mənfisi ilə. -0,2 və 5 olur. İndi bizdən nə istəyirdi? Bizə deyir ki, bu ədədin rəqəmləri hasilini tapın. A-mız nə idi? A-mız. A-nın mən burada A bərabərdir 5, B plus 3 bölünsün 4 idi. B-nin nə olduğunu gördüm. B bir dəfə bir dəfə -0,2-dir, bir dəfə 5-dir. B-ni yenə bir dəfə 5 qoyum, bir dəfə 5-dir, bir dəfə -0,2-dir. Bir dəfə gətirim B-ni yenə 5 qoyum. 5 qoydum 25, 25 üstü 28, 28 4 qoydum 7. Bir dəfə -0,2 qoydum, -0,2 qoydum, bu yerdə -1, -1-in üstünə gəldim nə? 3 bölünsün 4 nə edir? -0,5. Hə? Yox, müsbət 0,5. Bir dəfə də 0,5 bu elədim. İndi bizdən bir də deyim, nə soruşur? Bu ədədin rəqəmləri hasilini tapın. Bax, A bir rəqəm idi. A rəqəm idi, rəqəm. Niyə görə? Çünki AB bir ədəd idi və A da rəqəm olmalıdır, B də rəqəm olmalıdır. Aydın ki, A 7 idi. Yəni biz bu -0,2 halına baxmayacağıq. Ümumiyyətlə qoymaq mənası yoxdur, çünki B bir rəqəmdir. 5 halını götürəcəm. Yəni 75 olacaq. Hə, 75 rəqəmlər cəmi nə oldu? 12 oldu. Cavab nə oldu? Oldu 12. Hə, bu qədər. Hasili soruşduğu üçün 7 vurulsun 5 nə edir? 35. 35 də 12 deyə cavab tapmışam mən. Suala baxaq. A və B natural ədədləri üçün belə bir şey verilib. EBOB 6-dır. EKOB soruşur. Bax, yenə deyirəm. Bu tip şey götürəndə qabağındakı da K misli ilə bərabərdir. Qabağındakı da K misli ilə bərabərdir. A nəyə bərabərdir? 2K. B nəyə bərabərdir? 3K, hə? EBOB. 2K və 3K-nı tapmalıyam mən. Hə, bərabər nəyə? 6-ya. Bu EBOB-da ortaq çıxa bilirdi, bilirsiniz ki, ortaq xaricə çıxa bilirdi. Nə qalır? K, EBOB, nə qalır? 2 və 3 qalır da. Hə, bərabər nəyə? 6-ya. Aydındır ki, 2 və 3 qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin EBOB-u nə idi? 1 idi. Qarşılıqlı sadə ədədlər nə idi? 1-dən başqa heç bir ortaq bölən yoxdur. Bunların da yoxdur, aydındır ki. 1-dir. Yəni 1 vurulsun K 6-ya bərabərdirsə, K buradan 6-ya bərabərdir. Hə? K-nın 6 olduğunu görürəm. K 6-dırsa, deməli 6 vurulsun 2 nədir? 12-dir. 6 vurulsun 3 nədir? 18-dir. 12 və 18. İndi bizə deyir ki, 12 və 18-in əkobunu tap. Əkob 12 və 18. Və belə deyim də, mən artıq uşaq deyiləm, bilirəm ki, 12-ni vuruqları arasında nə olur? 2-nin üstü 2 vurulsun 3. 18-i vuruqların arasında nə olur? 2 vurulsun 3-ün üstü 2, hə? Belə.
Belə ayırıram. Ayıra bilmirsinizsə də belə ayırın bu arada, belə. Belə ayrı-ayrı get. Normal, yəni Əbu Bəkir tapa qaydası bəsdir. Əkobda nə idi? Ortaq olsun ya da olmasın ən böyükləri götürürəm. Bax, burada ortaq oldu olmadı ən böyüyü götürürəm. Belə ortaq olsa da olmasa da fərqi yoxdur. Məsələn, burada 7 olsaydı 7-ni götürəcəkdim, fərqi yoxdur. Amma ortaq baxın, ortaqlardan böyüyünü, ortaq olmayanı hamısını başa düşdünüz belə. Böyüyü nədir? Budur. Bunu götür. Okay? 9 vurulsun. Bax, bunlardan böyüyü nədir? Budur. Vur 4. 9 4 nədir? 36 edir. Və ya onsuz fayda taparsan ki, 12 18 bunu 2-yə vuran kimi 36-dır. Bu da bölünür. Deməli ən kiçiyi budur. Okay. Cavab nə edir? 36 edir. A variantı. Suala deyir ki, A və B ədədləri, natural ədədlər A çıxılsın B 6-ya bərabərdir. Bax, A çıx B 6-ya bərabərdir. Əbob 3A 2B bərabərdir 36, Əkob 3A 2B bərabərdir 72 olarsa, A plus B-nin cəmini tapın. Baxın, ilk öncə nə bilim, əbob görəndə düşünərsən ki, bu tipi rəqəmlərdə mən ortaq olanı çıxardım. Amma görürsən ki, ortaq heç nə yoxdur burada, birdən başqa. 3A və 2B-də ortaq heç nə yoxdur. Əkobda da yoxdur. Bunu da niyə verib bizə? Və baxanda görürsən ki, heç nə alınmayacaq. Amma biraz təcrübən varsa, belə deyim də, biraz praktikan varsa görürsən ki, bunlar hasilin, yəni əbob AB-ni, bax, əbob AB-ni Əkov AB-yə vuranda nə olurdu? A vur B olur da cavab. Görürsən ki, buradan nəsə çıxa bilər, ixtisar da gedəcək. İndi mən nə qarıram? Əbob 3A 2B-ni vururam nəyə? Əkov 3A 2B-yə də, hə. Nə olur? Yəni 3A-nı 2B-yə vururam da. A-nı B-yə vurdum axı. 3A 2B 6A B bərabərdir nəyə? Bax, bu eyni zamanda əbob bu neçə idi? 36 idi. Bu eyni zamanda nə idi? Bu 72 idi, hə? 72 vurulsun 36 da eyni zamanda. İndi ixtisar aparsam 36 ilə 6-nı AB nəyə bərabər olacaq? 6 vurulsun 72, yəni 432-yə mən biləm. Belə bir şey olur. 432-yə bərabər olur. AB. Hə? İndi bax, dediyim kimi bayaqki sualdakı bir bərabərlik 2 dəyişən var. 2 dəyişən. Biz nə qarmalıyıq? Bir bərabərlik bir dəyişəni indirəcəməliyik bunu. Və bunu da bizə elə belə verməyiblər. Görsən əvəzləmə eləyə bilirəm. Hə, artıq görsən bax yavaş-yavaş əvəzləmənin məntiqini harda eləyəcəyimi tuturam. Hə? İndi A nəyə bərabərdir? B plus 6-ya bərabərdir. Hə? İndi gətirib yerinə B plus 6 qoyuram. B plus 6 vurulsun B bərabər nə? 432-yə. Yeni rəqəm qoya bilərsən əslində. Görürsən ki, bu 18 eləyəcək, bu 24 eləyəcək. 18, 24. Yeni rəqəm qoya bilərsən. Nətər qoyarsan bunu bu arada? Görürsən ki, bax 400, 20-nin kvadrat deyil. 20-nin kvadratdır. Və sağında, solunda 20-dən biri aşağı, biri yuxarı olacaq ədədlər axtar. Okay? Çünki 20-nin kvadratdır. Bu 20-yə yaxın 2 ədəd arasındadır. Və arasındakı ədədlər də budur. 18-dən 24 olacaq. Yerinə bir rəqəm qoya bilərsən. Nətər? 2 2 azaldı gedir. Görürsən ki, bu cüt ədəddir. Tək ədədi hasilin vuranda alınmayacaq. Cüt ədədlər necə gedir? Birinci 16 qoy, sonra 18. Bax, birinci buna 16 qoy, gördün alınmadı. 18 qoy, alınacaq. 20 qoy, 26 qoy, gördün çox oldu, azalt. Bu tip sürətli işləmək yavaş-yavaş praktik edəsiniz. Yox, mən bunu kvadrat təyin eləmək istəyirəm deyirsinizsə, b kvadratı plus 6b çıxılsın 432 bərabərdir 0-a. Burada alınmayacaq. Başa düşürsən? Yəni alınmayacaq dediyim bu çox uzun gedəcək həqiqətən. Bu diskriminantı eləyir mən bilən 44. Yəni kök adı diskriminantı bu arada. Kök adı diskriminantı 44 eləyir. Və o da çox uzun gedir. Məsələn, B1 bərabərdir mənfi B üstəlik isə kök altında. Aha, görürsüz. Yəni buradan da ala bilərsiniz. Kök adı diskriminant nədir? 1764 idi bəlkə də. Bölünsün nə? 4 vurulsun A. Yəni 1. Yəni buradan da ala bilərsiniz. Okay? Fərqi yoxdur. Sadəcə qısa getməyiniz üçün belə bir praktikdən istifadə etməyinizi mən tövsiyə görərdim. Yəni biri 18-dir, biri 24. Yəni B-nin 18, A-nın da 24 olduğunu mən görürəm. Çünki A eyni zamanda B plus 6 idi. Başa düşdünüz? Okay? Nə deyir? A plus B 18 plus 24 nə eləyir? 42 eləyir. Bu qəşəng sualdır məncə. Yəni məntiqi də qəşəngdir. Bu tipdən də istifadə edə bilərlər. Belə deyim, riyaziyyat biraz praktik işidir həqiqətən də. Bu şeyləri ilk baxışda kim görər ki, yəni A-nı B-yə vurmaq lazımdır, yəni burada. A, B, yəni nəticədə Əbu Bəkova vurmaq lazımdır. Sonra burada əvəzləmə eləmək lazımdır. Ya belə eləyəsiniz, ya görərsiniz ki, 36-72 qəşəng ədədlərdir. Bunlardan yerinə rəqəm qoymaq, atmaq olar. Kimi şeylər fikirləşə bilərsiniz əslində. Hə, taparsınızmı? Taparsınız, amma böyük bir vaxtlar və imtahandakı o stresslə tapa bilərsinizmi? Onu da bilmirəm mən. Şəxsən qaydası, yolu, yordamı ilə getməyiniz tövsiyə edirəm. Çünki bu açıq suala belə düşə bilər yəni. Bu qədər.
Bu suala deyir ki, əbob 10 kvadratı plus 8n, 10 kvadratı plus 12n bərabər də 12. Bax, əbob nə idi? Ortaq. Ortağı çıxardandan sonra qarşılıqlı sadə qalmalıdır ki, orada 12 olsun. Ya da ki, qalmasın. Mənə dəxli də yoxdur heç on. Sadəcə əbob ortağı çıxartmaq deməkdir. Mən burada ortağı çıxartmalıyam. Ki, həmişə bu tip suallarda və dəyişənli əboba çox sual görürsünüzsə, əbobdakı ortağı çıxardın oradan. Baxın, bu ikisində ortaq nədir? Ortaq. Bir də 12n deyil. Çünki 12n burada yoxdur. Baxıram ki, ikisində böləni 4n. 4n. 4n-i çıxardanda burada nə qalacaq? Bax. Belə eləyim. Əbob. 4n-i çıxartdım burada. 4n-i burada çıxardanda nə qaldı? 3n. 3n, hə? Vuranda eyni şey alınır. Burada nə qaldı? 2 qaldı da. Bax, bunu bura vuranda yenə 12n kvadratı. Bunu buna vuranda yenə 8-i. Okey, gördünüz. Ayrıca burada nəyi çıxardıram? Yenə 4n çıxardıram. Burada nə olacaq? Yenə 3n. Üstünə gəlsin nə? Nə? 3. Hə? 3, 4-ü 3-ə vururam da. Yəni, bax, yenə eyni şeylədir. Okey. Bərabər nə? 12-yə. Buradan 4n-i çıxartdım. Çünki ortaqda 4n-i çıxarda bilirəm də mən söylə. Yəni, ikisində də ortaq olanı çıxarda bilirəm. Əbobda ha, əkobda yox, əbobda. Əkobda da ki, əbobun çıxardıb qalanına vurursan, belə deyim. Okay, nəysə, əbob 3n plus 2 və 3n plus 3 qaldı da. Çünki bunları çıxartdım mən. Bərabərdir nəyə? 12-yə. Bax, görürsən, bunlar bir-birindən 1 vahid fərqlənirlər. 1 vahid. Bax, 2 3-dən neçə vahid fərqlənir? 1 vahid. Qarşılıqlı sadədir. Hə. Demək, yanaşı ədədlər həmişə qarşılıqlı sadədir. Məsələn, 11-dən 12. Nə bilim, 99-la 100. Nə bilim, 100-la 101. Yəni, 110-la 111. Bunlar qarşılıqlı sadədir. Yəni, yanaşı ədədlər qarşılıqlı sadədir. Bunlar da yanaşıdır. Bir-birindən 1 vahid fərqlənir. Deməli, qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərin əbobu nə idi? 1 idi. Yəni, 4n-i mən 1-ə vururam. Nədir? 12-ə bərabər. n buradan nəyə bərabər? 3-ə bərabər. Vəsə. Gətirib n-i burada yerinə qoyub əbobu tapmalıyam mən. Okay? Əbob. Gətirib 3-ü yerinə qoymalıyam. Bu eləcə 9, 9-un üstünə nə gəlirəm? 9. 9-un üstünə 9 gələn nə edir? 18. Bəs burada nədir? 9-un üstünə nə gəlirəm? 12. 9-un üstünə 12 gələndə nə eləyir? 9-un 12 gələndə eləyir. Dəqiqə, 21 eləyir mən bilən. Bərabərdir. Əbobu tapıram. 18 nəyə bərabərdir? Bax, 18 bərabərdir. 2 vurulsun 3-ün kvadratı. Hə? 21 nəyə bərabərdir? 3 vurulsun 7. Bax, əbobda nədir? Ortağın kiçiyini götürürsən. Bax, 2 ortaqdır, 7 ortaqdır, 3 ortaqdır, hə, hansı götürürsən kiçiyi, yəni üstü 1 olan. Cavab nə edir? 3 eləyir. C variant. Bu qədər bəsit. Nə deyir? Bu sualın shortsda da buna oxşar bir sual izah eləmişdim. Topulda da var, buraxılışa da düşüb bu tip sual, amma biraz fərqlidir. Deyir ki, ABC çıxılsın BAC-dir. 360-dır. Deyir, bu şərtinə görə ən böyük ABC ədədini tap. Bunu açmaq bilirəm mən. Bəri başdan şeyləri ixtisar edə bilirəm, çünki ikisi də təkliklərdə durub. Okay. İndi burada nə olur? Bax, 100A. 100A üstünə gəl nə 10B çıxılsın nə 100B çıxılsın nə 10A bərabər nə 360-a. Hə? İndi 100A-dan 10-a çıxanda 90-a üstünə çıxılsın nə 90B. Çünki nə mənfi 100B bu da ki 10B bərabər nə 360-a. 90 buradan çölə çıxardıram. A çıxılsın B nəyə bərabərdir 360-a. Hə? Bunlar getdi. A çıxılsın və bu qədər sürətli keçməyimin səbəbi bu tipdə çox sual izah eləmişəm əvvəlki videolarda. Əgər onlara davamlı baxırsınızsa, bu sizin üçün bəsit bir şey gələcək. 4-dür. A çıx B 4-dür də, hə? Bax. A çıx B nəyə bərabər? 4-dür. A-ya rəqəmlər qoya bilərəm, B-yə də rəqəmlər qoya bilərəm. A-ya 9 qoysam, 9 yuxarıdan başlayım da. Çünki nə deyir? Ən böyük qiyməti. Bax, ABC ədədinin ən böyük qiyməti üçün qiyməti alması üçün A-nın ən böyük qiyməti almaq. Çünki A yüzlüklər mərtəbəsindədir. Sonra B, sonra C. Okay? A 9 alar. A 9 aldığı qiymətdə B-ni alacaq, 5 alacaq. Okay? B 5 ala bilər də. B alar. 950, artıq bilirəm. C-ni də tapmaq lazım. C-yə də istədiyim ədədi qoya bilərəm. Necə bir böyük olsun. Çünki C-ni mən burada istifadə etmədim. 9 qoyuram. Yəni ona 9 qoyuram ki, ən böyük olsun. Cavab deyir 959. Yaxşı, deyirsən ki, A-ya niyə 8 qoymadın, 7 qoymadın, 6 qoymadın, bunları niyə görə saymadın? Qardaş, lazımdır axı mənə. Lazımdır. Mənə lazımdır ki, A böyük olsun. Yüzlüklər mərtəbəsindəki böyük olsun. O da ki, ən böyük 9-dur da. Çünki A bir rəqəmdir. Deyirsən, niyə 99 qoymadın? Yəni 99-dan da 95 çıxanda 4 eləyir də. A, B, C, bunların hamısı rəqəmdir. Rəqəm nədir? 0 ilə 9 arasında yerləşir. Okay? Bunlardan biri olmalıdır. Bu ən böyüyü də bunların 9-dur da. Всё. Onun üçün 9 qoyuram. Burada məcbur 5 alır B. Çünki bu 9 qoyanda B məcbur 5 almalıdır. C üçün heç bir məcburiyyət yoxdur deyə ürəyim 9 istəyir, 9 qoyuram. Çünki 9 ən böyük ədəddir. Rəqəmdir. Bu suala deyir ki,
A ədədinin rəqəmləri cəmi 6 olarsa, bax bayaqkı sualdan yenə deyirəm, tip olaraq bir-birinə çox oxşar şeylər sala bilərlər. Sadəcə məntiqi tutun, okey? A-nın rəqəmləri cəmindən 9-dur. Heç mən bilmirəm A nədir. A istəyir 1 milyon rəqəmli bir ədəd olsun. Nə bilim, 7 rəqəmli bir ədəd olsun. Mən maraqlı deyil. Rəqəmlər cəmidir, okey? Və niyə görə rəqəmlər cəmidir? Çünki 9-a bölünmə əlaməti rəqəmlər cəmidir. Mən bundan deməli bunlarla 9-a bölünmə əlaməti ilə işləyə bilərəm, okey? Deyir ki, A kvadratı plus bax A-nın yerinə promo rəqəmlərin cəmini qoy. Okay? A-nın yerinə promo rəqəmlərin bu 6-dır. Bu arada 6. Bu 6-dır. Okay? Rəqəmlərin cəmini qoy. Bax 36 A kvadratı plus neçədir? 3-dür. Bu A-nın yerinə qoysa 6 qoysun. 36 plus 3 nə edir? 39 eləyir də. 39. Всё. 9-a bölünməsini A-dan qalıq. Bunu 9-a bölün nə eləyir? 4, 36, qalıq nə edir? 3. Всё. Bu qədər bəsit. Dediyin ki, bax 9-a bölünmədi, 3-ə bölünmədi. Hansında ki rəqəmlərin cəmi söhbəti gedir orada. Orada sən götürüb bunu yaza bilərsən. Okay? Yəni A gördüyün yeri gətirib bunu yaza bilərsən. Çünki əgər rəqəmlərin cəmi 6-dırsa, deməli bu həmin ədədi 9-a böləndə də qalıq 6 alınır da, başa düşdün? Çünki 9 6 bölünmür konkret olaraq. Və eyni zamanda onun üçün gətirib buradakı qalığı bu yerinə qoysan, həmin ədədi təzədən 9-a bölsən, sən qalığı taparsan. Dediyim kimi buna aid həqiqətən əvvəlkinə 2 3 təqribən 4-cü, 5-ci sualda buna aid izah elədiyim. Okay? Birini topluda izah elədim, birin OTK-da, birin ikincisidir bu burada. Bunun məntiqini tutun, okay? Qalıqla işləməyi bacarın. Buna baxaq. Deyir ki, A və B ardıcıl tək ədədlər və 2 əkob AB və 3 əkob AB, 3 əbob AB bu qədərdir? 283-dür. Olarsa A vurulsun B hasilini tap. Baxın. Ardıcıl tək ədədlər qarşılıqlı sadə ədədlərdir. 3-dür, 5-dir. Nə bilim 11-dir, 13-dür. Nə bilim 15-dir, 17-dir, 23-dür, 25-dir. Bunların hamısı qarşılıqlı sadə ədədlərdir. Yəni birbaş yazası olsam artıq bunlar vaxt itirməyə ehtiyac yoxdur. Çünki imtahanda da o qədər alışmalısınız ki, birbaşa yaza biləsiniz bunu. 2 vurulsun, 2 vurulsun. Mən birbaşa AB yazıram. Niyə görə? Çünki qarşılıqlı sadə ədədlərin əkobu nədir? Qarşılıqlı sadə ədədlərin əkobu AB-dir. Yəni onların hasilidir. Çıxılsın. Əbobu nədir? Bəs 1-dir. Yəni 3 vurulsun 1 nədir? 3-dür. Nəyə bərabərdir? 283-ə bərabərdir. 2AB bəs nəyə bərabərdir? Atdım bu tərəfə. 286-ya bərabərdir. Bəs AB nəyə bərabərdir? Buradan 143-ə bərabərdir. Hə? Bizə nəyi soruşur? 143. Cavab edir nə? A variantı. Bu qədər bəsit.